Salam, romba aid sual verilib. ABCD romb CHAH-a perpendikulardır. ACD bucağı DCH bucağına bərabərdir. AD 3A üstəgəl 6, DHA plus 5 olarsa rombun perimetrini soruşur. Deməli, bura x isə buradakı bucaqda olacaq x. Rombun bütün tərəfləri bərabərdir. Deməli, burada alındı. Baxın, yan tərəfləri bərabər olan 3 bucaq olduğuna görə bərabər yanlı 3 bucaqdır. Yəni ADC. Deməli, oturacağına bitişik bucaqları bərabər olacaq. Bura x isə buradakı bucaqda x-dir. Bu bucaq həmin 3 bucaq üçün xarici bucaqdır. Özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Yəni, bu 3 bucağın xarici bucağıdır buradakı bucaq. Özünə qonşu olmayan 2 daxili bucaq. Həmin x-lərin cəmi olacaq 2x. İndi baxırıq biz bu 3 bucağa. Bu 3 bucağın düz bucaqlı 3 bucaqdır. İti bucaqları cəmi 90 dərəcə olmalıdır. Yəni, x üstəgəl 2x bərabərdir 90-a. Buradan x bərabərdir 30. Deməli, bucaqlardan biri 60 dərəcədir, digər bucaq 30. İndi davam eləyək. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni DH, hipotenuzun yarısına bərabərdir. DC-nin yarısına bərabərdir. DC də elə AD-yə bərabər, çünki bu rombda bütün tərəfləri 3A plus 6-dır. Yerinə qoysaq, DH A plus 5-dir. DC isə 3A plus 6. Bu tənliyə əsasən çarpaz vururuq. 2A üstəgəl 10 bərabərdir 3A üstəgəl 6-ya. 10 minus 6 bərabərdir 3A minus 2A. Buradan A bərabərdir 4 alırıq. A bərabərdir 4-dürsə biz AD tərəfini tapa bilərik. Rombun bir tərəfini tapa bilərik. 3A plus 6, A-nın yerinə 4 qoysaq, 3 vur 4 üstəgəl 6. Yəni 18. Deməli, rombun hər bir tərəfi 18-dir. Rombun perimetrini soruşur. Rombun perimetri tərəfin 4 misli. 4-ü 18-ə vursaq olacaq cavab 72.